Bir qərar bütün ordunun taleyini dəyişə bilərmi? İmam Əli əleyhissalamın bu kəlamı haqq yolunda tərəddüdün necə ağır nəticələr doğurduğunu göstərir. Sonadək izləyin. Bu ayıqlıq və ehtiyatını əldən verən kimsənin cəzasıdır. Bilin ki, Allaha and olsun, aldanmayaraq qəzavətə razılaşmamağınızı əmr etdiyim vaxt, sizləri Allahın xeyir və yaxşılıq bəxş etdiyi, meylinizin isə olmadığı bir işə vadar etmişdim. Müqavimətiniz olsaydı, sizə yol göstərərdim. Əyri olsaydınız, düzəldərdim. Məndən imtina etsəydiniz, sizləri məcbur edərdim. Bu yolun hər anı əminlik idi. Ancaq kimin köməyi, yoldaşlığı ilə, kimdən yardım istəməklə? Sizin özünüz mənə dərd və xəstəlik olduğunuz halda, sizinlə müalicə etmək istəyirəm. Tikanın meylinin tikanda olduğunu bilsə də, tikanla ayağındakı tikanı çıxarmaq istəyənə bənzəyirəm. İlahi, bu əlacsız dərdin təbibləri usandılar. Kəndirlə quyudan su çəkənlər yorulub taqətsiz qaldılar. Hani İslam'a çağırılanda onu qəbul edənlər, Qur'anı oxuyub onu möhkəmləndirənlər və cihada ruhlandıranlar, sonra düşmənlə döyüşə aşiq oldular. Dəvələr balalarına aşiq olduqları kimi, qılınclarını qınlarından çıxararaq dəstə-dəstə, səf-səf yerin ətrafını bürüdülər. Bəziləri həlak oldu, bəziləri isə sağ qaldı. Sağ qalmalarına sevinməzlər, ölənlərə görə baş sağlığı istəməzdilər. Gözləri Allahın xofundan ağlamaqdan ağardı, qarınları oruc tutmaqdan arıqladı, dodaqları dua etməkdən qurudu, rəngləri oyaq qalmaqdan saraldı, yüzlərinə təvazükarlığın izləri əyləşdi. Onlar imanda qardaşlarım idilər ki, getdilər. Layiq olanı budur ki, onların təşnəsi olub ayrılıqlarına və uzaqlıqlarına görə əllərimizi çeynəyək. Çünki sizin aranızda onlar kimiləri tapılmaz. Şeytan öz yollarını sizlərə asanlaşdırır və kələfdən bir-bir düyün asmaqla dininizin möhkəmliyini sarsıtmaq, sizlərdə birlik əvəzinə, təfriqə və fitnə-fəsad yaratmaq istəyir. Belə isə onun vəsvəsə və əfsunlarından üz döndərin. Sizə öyüd nəsihəti hədiyyə edəndən onu qəbul edib qoruyun. Haqqı tanımaq kifayət deyil, ona sonadək sadiq qalmaq lazımdır. Sizcə, bugün İmam Əli əleyhissalamın xəbərdarlığı ən çox hansı halımıza aiddir?